Pakistanın İslamabad şəhərində Asan Xidmət Mərkəzinin açılış mərasimi keçirilib. Mərasimdə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Pakistan hökumətinin üzvləri, prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər. Bildirilib ki, 2025-ci ilin 10 sentyabr tarixində Pakistanın Baş nazirinin iştirakı ilə Azərbaycan hökuməti ilə Pakistan hökuməti arasında Pakistanda asan xidmət təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair saziş imzalanıb. Mərkəzin qurulması istiqamətində Pakistan tərəfindən zəruri dəstək göstərilib. Pakistan Asan Xidmət Mərkəzində ilkin mərhələdə 12 dövlət qurumu tərəfindən 64 xidmətin həyata keçirilməsi planlaşdırılır. Mərkəzdə asan xidmət standartları, asan könüllülük proqramı və asanın innovativ həlləri tətbiq edilir. Ötən il bildiyimiz kimi Pakistanın baş naziri Azərbaycanda rəsmi səfərdə olarkən Asan xidməti ilə ziyarət etmişdir və elə orada Azərbaycanın intellektual brendi olan Asan xidmətin Pakistanda tətbiqi ilə bağlı müraciət etmişdir və ötən müddət ərzində Cənab Prezident İlham Əliyevin tapşırığı ilə Asan təcrübəsinin Pakistanda, İslamabad şəhərində tətbiqi ilə bağlı Pakistan tərəfi ilə sıx əməkdaşlığa başlanıldı və artıq bugün Pakistan Asan Xidmət Mərkəzinin açılış mərasimi oldu.